Əli ucalığın rəmzidir, ucalığın yer üzündəki təcəssümüdür. Niyə çox ona çətin idi Həzrət Əli əleyhissalamın qarşısında? Həzrət Əlini qəbul eləmək çətin idi. Niyə görə? Niyə görə çoxlarına çətin idi? Ona görə ki, ucalıq müqabilində təvazökarlıq olan qəlb sına bilir. Qəlbdəki təkəbbür var. İstəyirsən bir adamın qəlbindəki təkəbbürü üzə çıxardasan, uca biri ilə qarşılaşdır. Əli əleyhissalam ucadır deyə mexaniki olaraq, avtomatik olaraq insanla qarşılaşanda təkəbbür qaynamağa başlayır. Adam bilmir niyə. Ona görə deyirlər, Nəcəfə gedəndə özünüzün halınızı Nəcəfdə müayinə eləyin. Adam ola bilər ki, Əliyəm Vəliyullah deyə hərəmə girəndə içində nəsə bir şey qaynaya. Çünki ucalıq məzhərinə daxil olursan. Uca ilə qarşılaşanda özündən asılı olmayaraq təkəbbür başlayır özünü göstərməyə. Əlinin bu xüsusiyyəti var ki, heç bir imamda bu qədər şiddətli deyil. Çünki Əli ucalığın rəmzidir, ucalığın yer üzündəki təcəssümüdür. Ona görə Əliyə çatanda qəlbdə olan ən gizli təkəbbür toxumu düzəlməyə başlayır, təkəbbür qaynamağa başlayır. Çünki təkəbbürlərin heç biri ucalığı həzm eləyə bilmir. Ona görə düşmənçiliklər var Həzrət Əli ilə, heç cür izah eləmək olmur. Əli Əkbər deyəndə mən Əli ibn Hüseynəm Kərbəlada, bugün bayram günləridir, amma eyni zamanda həm də Azərbaycanlıların soyqırımı günüdür. Sabah 2 gün 31 mart. Xeyirlə şər deyərlər qardaşdır. Kərbəlada deyəndə ki, mən Əli Hüseyn oğlu Əliyəm, Əli adını eşidəndə qaynayırdı içlərində nəsə. O qədər qəddarlıq edirdilər, dedilər buğzən li əbik. Aton Əliyə olan kin səbəbindən bunu edir. İndi bir adam gəlsin mənə izah eləsin ki, küfəlilərin kini hardan idi? Kin özündən asılı kin deyil. Təkəbbürlü adam uca bir şəxs görəndə onun içində o təkəbbür qaynamağa başlayır. Hətta barəsində danışanda əsəbləşir, eşidəndə əsəbləşir. Çünki içində təkəbbür var. Təkəbbürü üzə çıxaran amil Əlinin nurudur. Bunlar təsadüf adlar seçilməyib, bunun adını Əli qoyaq. Əli sifət adıdır, ucalıq deməkdir. Ona görə də Əli əleyhissalama qarşı nifrət bilirsiniz nə qədər davam edir? Min illər yox, neçə 100 illər, 10 illər lənətlər oxunur ona. İkinci bir adam yoxdur ona bu qədər lənət oxunsun. İnsan görün fəzilətli ola və belə düşmən yaratmaq xüsusiyyəti olsun. Düşmən yaratmaq hardandır? Bu düşmən yaratmaq özlərindən asılı bir şey deyil. Təkəbbürlü sevmir onu. Təkəbbür ucalığa düşməndir. O da ucalıqdır deyə özündən asılı olmayaraq onunla düşmənçilik eləyir. Ona görə də Əlini sevmək bir əlamətdir. Bir adam Əlini tam mənada sevirsə, aşiqdirsə Həzrət Əliyə, onun ürəyində təkəbbür yoxdur. Aşiqdirsə əgər. Bu göstəricidir. İman 10 mərtəbədir, Salman 10-cu mərtəbəsindədir. Necə? Əlinin eşqi əridib yox eləyib onun ürəyindən təkəbbürü. Təkəbbür olmayanda da insan ucalır axı. Salman gedib 10-cu mərtəbəyə çıxıb. Təkəbbürdən azad olanlar, saflaşanlar dar ağacından minbər kimi onun fəzilətlərini danışıblar. Meysəm Təmmar kimi. Meysəm Təmmar Əlinin aşiqidir. Əriyib məhv olub onun ürəyində təkəbbür. Çünki ucalığa aşiqdir. Ucalıq yəni Əli. Ona görə uca minbərdən, dar ağacından cəmaət boylanıb baxır ki, Meysəm də zahidliklə tanınmış adamdır. Deyirlər ki, Meysəmi dar ağacından asıblar, mismarla əllərini vurmuşdular və oradan baxırdı cəmaət. İkinci tarixdə belə hadisə olub ki, deyir ki, nə deyən baxırsınız, yaxına gəlin, fürsətdir sizə Əlinin fəzilətlərindən danışım. Gəlin sizə Əlini vəsf edeyim. Deyir, cəmaat toplaşır, hələ görünməmişdi ki, qan içində, qanı axan, dar ağacında olan adam bir adamı vəsf eləsin.